Zulallar. Zulallar deməli monomerləri amin turşulardır və 1 qram zulal parçalananda 17,6 kilojul enerji ayrılır. Və zulalların tərkibində karbon, hidrogen, oksigen, azot, kükürt, maqnezium olur. Və dedik ki, zulalların monomerləri amin turşulardır və bir amin turşunun kütləsi də 128 atom kütlə vahidi olur. Hər bir amin turşu bu şəkildə ümumi sxem göstərilir və amin turşular amin qrupundan, radikaldan və karboksil qrupundan vardır. Amin turşularda sadəcə adları onların radikalına görə dəyişir. Yəni hər bir amin turşunun öz radikalı var, yəni onlara görə dəyişir. Deməli, dedik ki, amin turşunun atom kütlə vahidi 128-dir. Bu da əslində elementlərin kütlə vahidlərindən irəli gəlir və amin qrupu və karboksil qrupu hər zulalda, daha doğrusu hər amin turşuda eynidir. Amma onların radikallarına görə fərqlənir və sərbəst amin turşunun kütləsi 128-dir. Funksional hissə də bir də amin qrupu ilə karboksil qrupunun bir yerdə cəmidir. Zulal sintezi bu şəkildə olur və zulal sintezində hər bir amin turşunun karboksil qrupu ilə digərinin amin qrupu bir-biri ilə birləşir. Deməli, zulal sintezi zamanı əslində n sayda zulal sintezi olur. Sadəcə biz sxematik olaraq göstəririk. Deməli, n sayda zulal sintezi zamanı burada demişik ki, zulallarda hidrogen, oksigen, karbon var və burada hidrogenlə OH birləşir. Alınır buradan H2O. Daha sonra digərində də bu şəkildə olur. Hidrogenlə OH birləşir, alınır H2O. Biz indi 3 dənə zulalın üzərində aparırıq bunu və buradan alınacaq 2 dənə H2O. Və həmin bu dedik ki, bir dənə amin turşunun karboksil qrupu ilə digərinin amin qrupu birləşir. Bunlar birləşərkən isə bir-biri ilə peptid rabitələr vasitəsilə birləşir. Peptid rabitənin biri buradadır. Biri də buradadır. Bu da əslində yerdə qalanların birləşməsi nəticəsində əmələ gəlir. Deməli, demişik ki, bir dənə amin turşunun atom kütlə vahidi 128-dir. Burada birincidə OH birləşir. OH oksigen demişik 16-dır, hidrogen də 1-dir. Deməli, 128-dən çıxarsaq 17-sin. Burada bu hissə olacaq 111. Və burada isə, ortadakından isə həm OH çıxır, həm də hidrogen çıxır. Ona görə 128-dən hidrogen 1-dir, oksigen 16-dır. Yəni cəmi 18 çıxardırıq və bu hissə olacaq 110. Lap qıraqdakında da bir dənə hidrogen çıxdığına görə hidrogenin də atom kütlə vahidi 1-dir. 128-dən çıxardırıq 1-in. Bura olur 127. Deməli, ən birinci 111 olur, ən axırıncı 127 olur. Ortada nə qədər varsa onların hamısı 110 olacaq. Və bir amin turşunun halqasının uzunluğu 0,35 yaxud 0,37 nanometr olur. Və biz əgər n sayda bizə zulal verilib və bunların sintezini istəyirsə bizdən, burada peptid rabitə n-1 sayda olacaq, su da n-1 sayda alınacaq. Deməli, bu şəklə bir daha nəzər yetirək. Burada görərik ki, birincidə karbonla oksigen bir-biri ilə 2 rabitə ilə birləşibdir. Burada. Ortada da 2 rabitə ilə birləşib karbon və oksigen. Amma sonuncuda 3 rabitə olur. Burada indi OH-ın açılışı ilə yazım. OH-da deməli belə olacaq. Bir belə, bir də belə. Ona görə karbon oksigenlə 3 rabitə ilə birləşir. Və biz bu rabitələrin karbon və oksigen arasında rabitə sayını tapmaq üçün 2n üstəgəl 1 düsturundan istifadə edəcəyik.
Sərbəst halda bir amin turşunun atom kütlə vahidi 128-dir və bu da hər bir elementin öz atom kütlə vahidindən irəli gəlir. Radikalın atom kütlə vahidi 54, funksional hissənin isə 74-dür. Biz dedik ki, amin turşular funksional hissəsinə görə yox, radikalına görə fərqlənir. Və bir də radikalsız zülallar vardır ki, bunları da atom kütlə vahidi olacaq. 128-dən çıxardacağıq 54-ün, alınacaq 74. Yəni radikalsız zülalların atom kütlə vahidi 74-dür. Nuklein turşuları. Nuklein turşuları ilk dəfə Mişer tərəfindən ölmüş leykositlərin nüvəsində aşkarlanmışdır və latincadan nukleus nüvə deməkdir. Nuklein turşuları polimer birləşməlidir və hər nuklein turşusunun monomeri nukleotiddir. Hər bir nukleotid azot əsasından, karbohidratdan və ortofosfat turşusu qalığından ibarətdir. Və nukleotidlərin iki növü var. Dezoksiriboza turşusu və ribonuklein turşusu. DNT və RNT. DNT. DNT-nin açılışı dezoksiriboza deməkdir və dezoksiriboza biz karbohidrat dərsindən də öyrənmişdik ki, dezoksiriboza DNT-nin tərkibinə, riboza isə RNT-nin tərkibinə aiddir. DNT-nin 4 azot əsası mövcuddur. Bunlara histozin, guanin, adenin və timin aiddir. Biz demişdik ki, hər bir nukleotid azot əsası, karbohidrat və ortofosfat turşusu qalığından ibarətdir. Məsələn, götürək adenini. Adenin azot əsasının yerində olacaq və karbohidratın yerində isə DNT. DNT-dən əgər danışırıqsa, karbohidratın yerində dezoksiriboza və ortofosfat. Bunlar bir yerdə nukleotid əmələ gətirəcək. Adeninin yerinə biz adenin yox, timini də qoya bilərik. Timini, sitozini, yaxud guanini hər birini qoya bilərik. Əgər DNT-dən danışırıqsa, karbohidratın yerində dezoksiriboza olmalıdır. Deməli, dedik ki, DNT-də 4 azot əsası mövcuddur. Adenin, timin, guanin və sitozin. Şəklə baxdıqda görürük ki, adeninin qarşısında timin dayanıb. Guaninin qarşısında isə sitozin dayanıb. DNT zəncirində nə qədər adenin, sitozin, guanin, timin olsa da, hər birinin qarşısında, adeninin qarşısında timin, guaninin qarşısında sitozin dayanmalıdır. Və bunlar bir-biri ilə hidrogen rabitəsi ilə birləşir. Adeninlə timin bir-biri ilə 2 qat şəkillərdə gördüyümüz kimi bir-biri ilə 2 qat hidrogen rabitəsi ilə, sitozinlə guanin isə 3 qat hidrogen rabitəsi ilə birləşir. Deməli, əgər məsələlərdə bizdən soruşsa ki, hidrogen rabitəsinin sayı nə qədərdir? Bu zaman biz 2-ni vuracağıq adeninə, üstünə gələcəyik, 3 vurulsun sitozin və yaxud 2-ni vuracağıq timinə, üstünə gələcəyik, 3-ü vuracağıq guaninə. Bu da dedikdə nədən irəli gəlir? Adeninin qarşısında timin durur və bunlar bir-birinə 2 qat hidrogen rabitəsi ilə, sitozinlə guanin isə 3 qat hidrogen rabitəsi ilə birləşib. Və bir də hidrogen rabitəsinin bir başqa üsulla da hesablamaq olar. Əgər bizə ümumi nukleotid sayını veribsə, nukleotidin üzərinə guanin və ya sitozin gələ bilərik. Yəni bu ikisindən birində gəlib hidrogen rabitəsinin sayını tapa bilərik. İndi şəklə diqqət yetirsək, görərik ki, ölçülərinə baxsaq azot əsaslarının, adeninin ölçüsü demək olar ki, guaninə bərabərdir. Yəni hər ikisi böyükdür. Baxın, adenin guaninə bərabərdir. Ölçücə sitozin də timinə bərabərdir. Ancaq adenin timindən böyükdür. Guanin isə sitozindən böyükdür.
baxın, adenin timindən böyükdür. Guanin isə sitozindən böyükdür. Ona görə mən belə bir bərabərlik yaza bilərəm. Adenin guaninə bərabərdir və bunlar böyükdür. Sitozin bərabərdir timinə. Deməli, şəkildə nəzər yetirsək görərik ki, guanini biz bu şəkildə işarə edirik. Guaninin, yəni görünüşü bu şəkildədir. Sitozin isə baxın ondan balacadır. Adenin də timindən böyükdür və bunların arasında çəkdiklərim isə onlar arasında olan hidrogen rabitəsidir. Demişdik ki, guaninlə sitozin bir-birinə 3 qat hidrogen rabitəsi ilə, adenin və timin isə 2 qat hidrogen rabitəsi ilə birləşibdir. Ancaq biz şəkildə də görürük ki, DNT spiral halında burularaq bir-birinə sarılmış 2 dənə zəncirdən ibarətdir. Bəs bu zəncirlər bir-biri ilə necə birləşir? Deməli, şəkildə görürük ki, bunlar azot əsasları bir-birinə birləşibdir. Bəs burada yaranan zəncir necə birləşib? İndi isə onu araşdıraq. Deməli, qıraqda bunlar həmin o nukleotidi təşkil edən hissələrdir. Yəni, bu azot əsasıdır. Adenin məsələn götürmüşəm. Adenin azot əsasıdır bu. Və P ilə yazılan karbohidrat, F ilə yazılan isə ortofosfat qalıqıdır. İndi görürük ki, bunlar da bir-biri ilə birləşib. Yəni, karbohidratla ortofosfat qalığı hər dəfə bir-biri ilə baxın birləşir. Görürsünüz? Onlar isə bir-biri ilə kovalent rabitə vasitəsilə birləşir. Yəni, deməli dedik ki, azot əsasları bir-biri ilə hidrogen rabitəsi, ancaq zənciri əmələ gətirmək üçün karbohidratla ortofosfat turşusu qalığı kovalent rabitə ilə birləşir. Və beləliklə zəncirlər bir-birinə burularaq göstərilir. Yəni, həmin o quruluşu bu şəkildə alır. Zənciri əmələ gətirmək üçün karbohidratla, yəni bir dənə nukleotidin karbohidratı ilə digərinin ortofosfat turşusu qalığı birləşərək DNT-nin bir dənə zəncirini, baxın bu bir dənə zənciri əmələ gətirirlər. Və bu zaman nukleotidlərin sayından bir ədəd az su molekulu ayrılır və ona görə məsələlərdə bizdən soruşsa ki, əgər bir dənə zəncirdə ayrılan suyun sayını soruşsa, bu zaman biz N-1 düsturundan istifadə edəcəyik. Yəni N-1 sayda su ayrılacaq. Yox, əgər molekuldan istəsə, molekul desə, həmin burada axı dedik axı DNT-də 2 dənə zəncir bir-birinə sarılıb da, yəni bir-birinə ilə burulğan şəklindədir. Ona görə molekul desə, biz həmin 2 zənciri birdən hesablayacağıq. Ona görə molekulda suyun sayını istəsə, N-2 düsturundan istifadə edəcəyik. Bu şəklə bir daha nəzər yetirək. Burada biz dedik ki, karbohidratla ortofosfat qalığı bir-biri ilə kovalent rabitə ilə birləşir və biz DNT molekulunda biz əgər bunun sayını tapmaq istəyiriksə, bu zaman kovalent rabitə sayı 2N-2 düsturu ilə tapılacaq. Əgər bizdən məsələlərdə soruşsa ki, guanin yaxud sitozin nukleotidinin minimum və maksimum birləşmiş rabitə sayı nə qədərdir? Bu zaman biz guaninə baxsaq, görürük ki, guanin azotlu əsas, karbohidrat və ortofosfat turşusu qalığından ibarətdir. Deməli, biz ümumi nukleotidə baxsaq, ümumi nukleotidi götürsək, buradan deməli, kovalent rabitə ilə digərinə birləşibdir. Aşağıdan da digərinə birləşibdir. 3 dənə də rabitə ilə sitozin ilə birləşibdir. Deməli, əgər
sadəcə mən guanin və sitozin üçün deyirəm. Guanin və sitozində minimum və maksimum rabitə sayını istəsə, fərqi yoxdur. Hidrogen də olar, kovalentdə. Yəni indi sualın şərtinə baxır. Minimum istəsə, deməli, minimum istəsə 4 götürəcəyik. Bu aşağını saymayacağıq. Əgər maksimum istəsə, aşağını da sayacağıq, 5 olacaq. Maksimum istəsə aşağını da sayırıq. Sonra əgər belə bizdən azotlu əsas kimi guanin və sitozinin birləşdiyi rabitə sayını soruşsa, elə bu zaman 4 olacaq. Çünki azotlu əsas kimi baxsaq, sadəcə azotlu əsasın birləşdiyi, buradan 3 dənə hidrogen rabitəsinə sitozinə birləşib, bir dənə də karbohidratla əlaqəsi var. Ona görə də yəni əsas kimi soruşsa 4 götürəcəyik. Amma nukleotit kimi soruşsa minimum 4, maksimum 5 olacaq. Adenin və timinə nukleotit kimi baxsaq, onlarda olan minimum və maksimum hidrogen, minimum və maksimum rabitə sayını soruşsa əgər bizdən. Deməli, məsələn, timinə baxsaq, timinə bir nukleotit şəklində baxaq. Yəni, bu azotlu əsaslıdır onun, bir karbohidratı da orta fosfat turşusu qalıqıdır. Deməli, biz buna bir nukleotit kimi baxırıq. Bir nukleotit kimi baxsaq, buradan kovalent rabitənin digərinə birləşib. Buradan aşağıdan da birləşib. 2 dənə də rabitə ilə hidrogen rabitəsinə adeninə birləşib. Deməli, biz yaza bilərik ki, o zaman adenini yaxud timini soruşsa, minimum olacaq 1, 2, 3 rabitə. Aşağını hələ saymıram. 3 rabitə minimum olacaq. Maksimum istəsə, onda aşağıdan da birləşməni götürəcəm. O da olacaq 4 rabitə. Adenin və timini azotlu əsas kimi soruşsa, məsələn, adenin azotlu əsas kimi nə qədər rabitə olacaq? Bu zaman elə 2 dənə rabitə burada hidrogendir. Bir dənə də karbohidratla birləşib 3 olacaq. Bu zaman da 3 götürəcəyik. Əgər azotlu əsas kimi soruşsa, nukleotit kimi soruşsa minimum 3, maksimum 4 rabitə olacaq. Bir də həmin bu azot əsaslarının oksigen sayları mövcuddur. Deməli, adeninin oksigen sayı 0-dır. Yəni, adenində oksigen yoxdur, 0-dır. Timində isə onun əksi olaraq 2 dənədir. 2 dənə oksigen var. Guanində bir dənə, sitozində də bir dənə oksigen var. İndi isə buna diqqət yetirək. Biz dedik ki, adeninin qarşısında hər zaman timin dayanır. Guaninin də qarşısında hər zaman sitozin dayanır. Məsələn, bizə bir məsələ veribdir. Adenini 20 veribdir. Bu zaman timin də 20 olmalıdır. Çünki adeninin qarşısında timin dayanır. Deməli, mən bura 20 yazsam, 20 adenin və 20 timin, bunlar elə mənə 1-i verəcək. Həmin baxın, 1 oradan gəlir. Sonra, məsələn, guanini veribdir, tutaq ki, 40. Onda sitozin də 40 olmalıdır. Axı, guaninin qarşısında sitozin dayanır. Ona görə yazsam ki, 40 böl 40, bu da bizə 1-i verəcək. Yəni, bu 1 yenə həmin gəldi. İndi, mən adeninə 20 vermişəm. Guaninə də adeninə 20 vermişəm, guaninə də vermişəm 40. Bunları toplayıram. 20 üstə gəl 40 bölünsün. Timinə vermişəm 20, sitozinə də 40 vermişəm. Əslində bunları adenin və guaninin qiymətlərindən almışam. Yəni adenin 20-dirsə, deməli timin də 20 olmalıdır. Axı bir-birinin qarşısında dayanır. Guanin 40-dırsa, deməli sitozin də 40 olmalıdır. Bir-birinin qarşısında dayanırlar. Ona görə 20 üstə gəl 40 da məxrəcə yazıram. Bunlar eləyir 60. 60 bölü 60 da bizə 1-i verir. Həmin o 1 yenə də alınır. Bundan başqa DNT tək növədə deyil, bəzi orqanoidlərdə, məsələn mitoxondrida, plastiddə də rast gəlinə bilər. Bir də prokaryotlarda biz bilirik ki, formalaşmış bir nüvə yoxdur. Ona görə DNT onlarda sərbəst halda sitoplazmada rast gəlmək mümkündür. Və bir də ki, bir dənə nukleotidin uzunluğu 0,5
%34 nanometrə. Orta molekul kütləsi də yəni 300 atom kütlə vahidinə bərabərdir. İndi isə danışaq RNT-dən. Baxın, sol tərəfdəki şəkildə də RNT-ni görürsüz. Biz DNT-də dedik ki, 2 dənə zəncir bir-biri ilə spiral şəklində burulubdur. DNT-də bu şəkildə idi. RNT-də isə bir dənə zəncir spiral şəkildə burulub. Yəni bircə dənə zəncirdən təşkil olunubdur. Bu da DNT kimidir. Demək olar oxşardır biraz, amma fərqləri də mövcuddur. Biz dedik ki, DNT-nin 4 azot əsası mövcuddur. Buna aiddir adenin, timin, guanin, sitozin. RNT-də isə yenə sitozin, guanin, adenin, ancaq timinin yerinə urasildir. Yəni burada da bir fərq urasilin olmasıdır. RNT-nin nukleotidindən danışsaq, məsələn, dedik ki, urasil mövcuddur bunda. Yazıram azot əsasına urasil. Karbohidratına isə riboza olacaq. Karbohidratı isə riboza olacaq. Və ortofosfat turşusu qalığı. DNT-də 2 dənə zəncir bir-birinə burulan şəklində, spiral şəklində sarıldığına görə DNT-də biz 2 cərgədən söhbət elədik. Ancaq RNT-də bir dənə cərgədən söhbət eləyəcəyik. Deməli, burada da yenə RNT-də kimi kovalent rabitə ilə deməli, bir dənə nukleotidin ribozasının qonşu nukleotidin ortofosfat turşusunda qalığın birləşməsi nəticəsində bir dənə zəncir əmələ gəlir. Yəni baxın, belə birləşir. Bunlar kovalent rabitə ilə birləşir və bunlar bu zamanda yenə birləşəndə nukleotidlərin sayından bir ədəd az su molekulu ayrılır. Yəni bizdən suyu istəsə, nukleotiddən çıxacaq biri, nukleotidin sayından birini çıxacaq, suyu tapacaq məsələlərdə. Və RNT-nin növləri mövcuddur. Məlumat RNT-si var, mRNT ilə işarə olunur. Məlumat RNT-si əsas funksiyası zülalın ilkin quruluşu haqqında məlumatı DNT-dən zülalın sintez etdiyi yerə aparmaqdır. Sonra var nəqliyyat RNT-si nRNT ilə işarə olunur. Bu da molekul ölçüsünə görə ən kiçik RNT molekuldur. Zənciri də yonca yarpağı şəklindədir. Baxın, belə bir şəkildədir. Belə olur. Deməli, yonca yarpağı şəklindədir və əsas funksiyası özünə amin turşu birləşərək zülal sintezi olunan yeri, yəni ribosoma, zülal sintezi ribosomda gedir axı, ora daşımaqdır. Bir də var rRNT. rRNT-nin açılışı isə ribosom RNT-sidir. Bu ən iri molekuldur və ribosomun əsas tərkib hissəsini təşkil eləyir. Bizdən həmin bu RNT-nin bu 3 növünün ölçüsünün müqayisəsini istəsə, birinci rRNT, böyükdən kiçiyə düzürəm. Sonra mRNT, məlumat RNT-si və dedik ki, ən kiçiyi isə nRNT-dir, nəqliyyat RNT-si. Və hüceyrədə RNT-yə nüvədə, nüvəcikdə, plastiddə, mitoxondridə, ribosomda və sitoplazmada rast gəlinir. Bir də ümumiləşdirmə eləyək ki, ümumi nuklein turşularında ümumi 8 növ nuklein turşusu var və 5 növ azot əsası var. Azot əsaslarımız adenin, guanin, sitozin, timin və urasildir. 5 ümumi deyirik. 5 növ azot əsası var və azot əsasları da purinə, bir də pirimidinə bölünür. Purinə aid olanlar, buradan yazım. Purinə aid olanlar adeninlə guanindir. Bir də dedik pirimidin. Pirimidinə də aid olanlar timin, sitozin, bir də urasildir. Və bunlar da azot əsasları olaraq 2 qrupa ayrılır.
Unutmayaq ki, nuklein turşusunda 8 növ nukleotid və 5 növ azot əsası mövcuddur. Erintidə də biz ölçülərə fikir versək, ölçücə desək, deməli adenin guaninə bərabərdir və bunların ikisi urasil də sitozinə bərabərdir. Burada elə bil ki, urasil DNT-də timin var idi, RNT-də urasil var. Yəni demək olar bir-biri ilə ona oxşar quruluşdur. Oxşar da bir-birinə yaxın quruluşlar təşkil edir. Bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.